Olimpik Star tərəfdə iş var yoldaşlar. Olimpik Star tərəfdə iş var. Orada özdə 2 dənə iş var. Biri ailə sürücüsüdür, biri də ailə köməkçisi işidir yoldaşlar. Mən gəlin sizə o işlərdən bəhs edeyim qısa olaraq. Ancaq yəni orada yaşayanlara sərf eləyə bilər bu iş. Deyin nəyə görə? İndi irəliləyən dəqiqələrdə Allah qoysa bilərsiniz yəqin ki. Ailə sürücüsü kimi olan variantında yoldaşlar sürücü kimi daha dəqiq desək, B kateqoriyalı sürücülük vəsiqəsi tələb edir sizdən. Uşaqları, ailə üzvlərinin təhlükəsiz və məsuliyyətli daşımaq tələb edir sizdən. Köməkçi kimi də variantı da var. Ailə evində gündəlik xırda işlərdə kömək, alış-veriş, paketlərin daşınması, çatdırılması, evdən çıxış gəlişlərdə məktəb, kurs, qonaq, hava limanında dəstək tipli işlərdir. Bu işlərin yoldaşlar iş saatı 5 günlükdür. Daha doğrusu dəqiqcə 6 günlükdür iş. Amma iş saatı 5 günlük olan variantlarda, yəni birinci, 5-ci günlərdə iş saat başlayır 9-15 dəqiqə işləmiş. Şənbə günü isə 10-dan başlaya da bilər, 11-də də başlaya bilər. Amma burada bir məqam var. Bitməz saat işə görə dəyişir. Yəni ona görə də ancaq o tərəflərdə yaşayanlara bu sərf eləyə bilər. Çünki işin nə vaxt bitəcəyi məlum deyil, başa düşürsünüzmü? Ona görə əgər ki, çevik iş qrafikına uyğunlaşma bacarığınız varsa, səliqəli görünüşünüz varsa, bu işə müraciət edə bilərsiniz. Bu dediyim özəlliklər varsa sizdə bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmacada çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əcəbəli kanalına. Kanala daxil olduqdan sonra diqqət edersəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.